Hörmətli izləyicilər, sınaqlarımızın videoları davam edir. Möhtəşəm 26 Gəray Aşırovun sınaq nömrə 2, sual nömrə 10 ilə davam edirik. Kanalıma abunə olmağı və bəyənməyi unutmayın ki, bu kitabın bütün məsələlərin izahını kanalımda izləyə biləsiniz. 10 nömrə tapşırıqda deyir ki, kalsium karbonat maddəsinin parçalanması zamanı alınan karbon qazını 42 qram dəm qazının tam yanmasından almaq olar. Verilən məlumatlara əsasən reaksiya daxil olan kalsium karbonatı miqdarını qramla yəqin ki hesablayın. Deməli biz yazırıq, ikinci tərəfdən başlayırıq biz məsələyə. Dəm qazının oksigenlə reaksiyasını yazırıq. Alınır karbon qazı 2 mol dəm qazı, 2 mol karbon qazı. Deməli 2 vur 28 qramdan 2 vur 44 qram karbon qazı alınır. Bəs baxa görə 42 qram dəm qazı yananda nə qədər karbon qazı alınır? Normalda hələ. 2 vur 44 vur 42 böl 56. Bu eləyir 66 qram. Normalda 100% çıxımı 66 qram karbon qazı alınır. Ancaq bizə deyir ki, reaksiyanın çıxımı 75%'dir. Onda mən 66'nın 75%'ni taparam. 66'nın 100% ise 75%'imiz da x'dir. Bu da eləyir 49,5 qram. Deməli 49,5 qram karbon qazı alınıbdır. 42 qram dəm qazının 75% çıxımla yanmasından. İndi əvvəl başa qaydırıq. Görək kalsium karbonat parçalananda nə alınır? Təbii ki, kalsium oksid və karbon qazı alınır. Deməli 100 qram kalsium karbonat parçalananda 44 qram karbon qazı alınır. Bəs 49,5 qram əgər karbon qazı alınıbdırsa, nə qədər kalsium karbonat parçalandığına baxaq. X-ə bərabərdir 112,5 qram 112,5 qram kalsium karbonat parçalanıb 49,5 qram yəni karbon qazı alınanda 112,5 qram kalsium karbonat parçalanıb. Amma bizə deyir ki, bu reaksiyada, birinci reaksiyada 80% çıxımla bu qədər alınıbdır. Deməli 112,5'im 80%'dirsə, məndən soruşur ki, reaksiya daxil olan 100%'imizi tapa görə o nə qədər eləyir? Vurulsun 100 bölünsün 80. Bu da eləyir 140,625 qram. Deməli biz 140,625 qram kalsium karbonat götürmüşük və bu 80% çıxımla, yəni 80% parçalanmaqla 49,5 qram karbon qazı alınmışdır. Deməli doğru cavab burada oldu B variantı. 11 nömrəli tapşırıqla davam edək. On bir nömrəli tapşırıqda deyir ki, Y3Z maddəsində Z-in kütlə payını hesablayın. Bizə aşağıda da müəyyən şərtlər veribdir. Onlardan istifadə edib biz bu məsələni həll edə bilərik. Deməli, biraz böyüdək. Burada veribdir ki, x, y, 2 və burada x-in kütlə payı 30%'dir. Mən yazıram 30% bərabər kütlə payının tapılması üsuluna görə soruşulan bölünsün ümumi. 30 bərabərdir x bölünsün x plus 2y vurulsun 100. Buradan 30 ilə 100 ixtisar gedir. Burada qalır 10, burada qalır 3. Bunu həll eləsək eləyir 10x bərabərdir 3x plus 6y. 7x bərabərdir 6y. Bunu saxladıq. Sonra ikinci tərəfdə verib ki, xz-də x-in kütlə payı 40%. Yazıram 40 bərabərdir x bölünsün x plus z vurulsun 100. Burada da 20 ixtisar eləsə, burada qalır 5, burada qalır 2. Onu da yazıram 5x bərabər 2x plus 2z 3x də bərabərdir 2z. Bu da belə. Bizdə sonda soruşur ki, Y3Z-də Z-in kütlə payını. Onda Y3Z-də mən Z-in kütlə payını hesablamaq üçün yazaram omega bərabərdir Z bölünsün 3y plus z.
vurulsun 100. İndi bu yuxarıda tapdıqlarımdan, burada tapdıqlarımdan istifadə edib bir rəqəm, yəni bir məhsula gələ bilərəm. Burada z-in yerinə, bax burada z-i tapsam 1,5 x eləyir. Burada isə y-i tapsam, burada y bərabərdir 7x bölünsün 6 edir. Gətirib burada aşağıda yerinə qoysam, yalnız x-dən asılı bir rəqəm alaram. Onda z-in yerinə yazıram 1,5 x bölünsün. Y-in yerinə də bunu yazacağım. 3 vurulsun 7x bölünsün 6. Üstə gəl, z-in yerinə yenə 1,5 x yazıram. Təbii ki, vurulsun 100%. Bu da bərabərdir 1,5 x. Bunlar ixtisar gedir. Burada qalır 2. 7x'i də 2'ye böləndə 3,5 x plus 1,5 x-ə vurulsun 100%. Deməli 1,5 x bölünsün 5 x. X-ə ixtisar gedir, vurulsun 100. 150'ni də 5'ə böləndə bu da eləyir 30%.